Cruises.az-ın dəyərli dostları, müştəriləri, MSC Opera gəmisi və deməli 5-ci mərtəbədə resepsiyon bölümü. Resepsiyon bölümünün həmən sağ tərəfində, deməli bu resepsiyonda bu bütün suallarınızı və s. gəlib buradan verə bilər və ətraflı məlumat ala bilərsiniz. Deməli, burada MSC Future Cruise dediyi, bura gəldiyinizdə artıq səfərdəykən gələcək cruizlərinizi ayıra bilirsiniz, müəyyən qədər beh verirsiniz və seçim elədikdən sonra o cruizləri daha sonra ala bilirsiniz. Belə bir məkan var, oturub xoş vaxt keçirdə biləcəyiniz və əgər hansısa bir məlumata ehtiyacınız varsa, cruizlərlə, future cruizlərlə əlaqədar, yəni gələcək cruizlərinizlə əlaqədar suallarınızı burada verə bilirsiniz. Mən 5-ci mərtəbə resepsiyona yaxın bir ərazidir. Və bir digər daha yaxın bir ərazi, bir arxasında ekskursiya bölümü yer alır. Hansı ki, hardan ki gəlib istədiyiniz təqdirdə şəhərdə olacaq ekskursiyaları buradan əldə edə bilirsiniz. Əgər əvvəldən əldə eləməmisiniz. Deməli, burada bir neçədən aparat görəcəksiniz. Bu. Deməli, bu aparat gəmi kartınızı öz bank kartınıza birləşdirməyiniz üçündür. Əgər belə bir şey istəsəniz ki, nəqd pul qoymayım mən gəmi kartıma, bank kartımı birləşdirim. Belə olduğu təqdirdə bu aparatdan istifadə edirsiniz. Yox, əgər desəz ki, mən öz gəmi kartıma, bu işləmir, işləməyəni çəkməsək daha yaxşı. Burada biri daha vardı, işləyirdi. Öz gəmi kartıma nəqd pul qoyacam və xərcləyəcəm. Nə qədər xərcləsəm, qoy o nəqd pulumdan çıxsın. Belə olduğu təqdirdə bu aparatlara yaxınlaşırsınız. Və burada artıq dil seçimindən başlayın. Öz gəmi kartınızı oxuduqdan sonra görürsünüz. Yəni buradan oxud deyir. Oxudunca ad familiyanız çıxacaq. Bunu digər videolarımızda göstərmişdik ki, necə istifadə eləmək olur. Həmən də bu aparatın yanında, yəni pulu qoyan kimi həmən yan tərəfdə, bu zarafat əlbəttə ki, belə saatlar, çantalar, keyfiyyətli mallar olur. Amma yenə də baxıb müqayisə eləyib ona görə almağınız əlbəttə ki, tövsiyədir. Və təqib eləyən, dediyim kimi, bura əgər gəminin özündən satılan ekskursiyalar istəyirsinizsə, Shore Excursion olaraq o bölüm buradır. Buradan əldə edə bilirsiniz. Əvvəldən də MSC-nin applicationından yükləyə bilərsiniz. Seçimləri daha əvvəldən etmək daha yaxşıdır. Çünki son ana qaldıqda bəzən dolur, yerlər qalmır. Ona görə də əgər gəminin satdığı ekskursiyalardan almaq istəyirsinizsə, vaxt itibarilə biraz tez hərəkət eləməkdə fayda var. Really welcome on board the MSC Opera. For all our guests who just joined the MSC Opera, your happy ship. This is day one, and we're so pleased to inform you that you can find the cruise card in an envelope on your cabin door. Belə bir orta bölümdə, 5-ci mərtəbədə, belə bir orta bölümdə gözəl bir axşam vaxtı, canlı musiqilər olur. Çox sayıda oturmaq yeri var, rahat bir şəkildə otura bilərsiniz. Əylənə bilərsiniz. Deməli, burada butiklərdir. Karşı tərəfdə butikləri görürsünüz. Gördüyünüz kimi. Signore e signori, buongiorno a tutti e benvenuti a bordo della MSC Opera. Deməli, butiklərdə istədiyiniz şəkildə alış-veriş edə bilərsiniz. Siamo lieti di informarvi che troverete la vostra carta di crociera in una busta burada sulla La Caravella restoranıdır və La Caravella restoranı di pulizia. günorta Tuttavia potete lasciare i vostri bagagli e 12:30'dan godervi i servizi 13:30'a della kadar nave. E parlando di gösterecek. servizi, il nostro pranzo di benvenuto è già servito al buffet Le Vele al Ponte 11. Axşam yeməklərində əlaqət restoran olaraq əgər kartınızda qeyd olunubsa, burada yeməklərinizi, axşam yeməyini yeyə bilərsiniz. Axşam yeməyini ayrıca açıq bufetdə 11-ci mərtəbədə də yeyə bilərsiniz. Amma istəsəniz, desəniz ki, yox, mən istəyirəm əlaqət restoranda olsun, onda burada da həyata keçirdə bilərsiniz. Hal-hazırda bağlıdır, amma bəlkə bir yolunu tapdıq. Deməli, 5-ci mərtəbə gəldik.
Eğer girişte en azından bir hazırlıklar gedir. Çox az qalıb. Bir neçə dəqiqədən sonra bu restoranda yemək verilməyə başlanılacaq. Bu şəkil çox böyük bir restorandır. Gördüğünüz kimi burada artıq yeməklər düzüləcək. Və beləcə bu restoran da xidmətinizdə olacaq. Deməli 12:30 ilə 13:30 arası yemək vaxtıdır. Oturub sifarişinizi verib yeməyinizi əldə edə bilərsiniz. Bax belə.